Ayrıbaş komandan, siz deyirsiniz ki, bana siqnal çatdı. Siqnalı da mən verirəm. Bax, 2-nin 2-yə bir tutqandır. Aləmi bununla dolandırıram. Heç bir yerdən gəlirim yoxdur, devlətdən heç bir köməyim yoxdur. Bu adam buradan binə tökür, buradan qaz turbası gedir, oradan kanalizasiya turbası gedir, buradan visok liniya gedir. Kürt Tahir, Həsənov Tahir, keçmiş Nizami rayonunun rəisi bu torpağı zəft eləyib, buradan bax beləməsinə zəft eləyib, deyir, mən gedirəm, yolu daraltır. Xahiş edirəm, bu barədə ölçü götürəsiz. 2 gündən bir, 3 gündən bir gəlir, polisə düşürük, gedirik, ərzə yazırıq. 5 gün, 3 gün, bir də gəlir, çıxır ortaya. Artıq dərəcədə xahiş edirəm, bu barədə ölçü götürülsün, deyir, sənət verilibdir. Deyirəm ki, Prezident İlham Əliyevin əmri var ki, kanalizasiya turbasının üstündə yaşayış yeri olmaz. Qaz turbası, kanalizasiya, visok liniya altında. Xahiş edirəm, bunu araşdırın, görək, bura kimdir bu sənəti verən? Hansı icazanı alıblar burada bunlar? Torpağın birini də burada zəft eləyib. Bu da ikinci torpaqdır. Yarımçıq tikili eləyibdir. Beləcəni də saxlayıb, satırıq. Tutana visok liniyanın altıdır. Həsənov Tahir. Visok liniyanın altı. Siz deyirsiniz ki, visok liniyanın altında yaşayış yeri olmaz. Onlar sizin əmrinizi tabi olmurlar. Torpağın biri də buradadır. Visok liniyanın altı. Burada da daş karxanası açmışdır. Qanunsuz işler görürlər bunlar burada. Dey. Həsənov Tahirə məxsus olan bir yerlərdir. Hamısı da visok liniyanın altıdır. Xahiş edirəm, artıq dərəcədə bu barədə ölçü götürəsiz. İlham Əliyev, obyektin biri də bax buradadır. Bu boyda sərvətli yələnən Kürt Həsənov Tahir imkan vermir. Məni məcbur eləyir hər şeyə. 1 metrdə yola çıxıb, basıb çıxıb. Bunlara mən məəttələm, bunlara kimdir bu səlahiyyəti verən? Mənə də dillənəndə deyirlər ki, bizim sənətimiz var. Nətər olur ki, siz deyirsiniz ki, bu sənətsiz evlərə sənət çıxsın. Bu evlərə sənət verən yoxdur, bunlara sənət verən var. Mən başa düşəmdir. Xahiş edirəm, artıq dərəcədə bu barədə ölçü götürürsün.